Hörmətli izləyicilər, 6-cı yerli şirkətlərin tanıtım sərgisində biz Aytek Qrupun güşəsindəyik və şirkətin korporativ satış şöbəsi rəhbəri Cabbar Məmmədzadə cavablandıracaq. Xoş gördük sizi, uğurlar arzu edirik. Təşəkkür edirəm. Mən nəhayət bir fürsət tapdım, çünki yetəri qədər maraq var sizin stəndə, şirkətinizin təqdimatına və zəhmət olmasa suallarımızı cavablandırın. Sonra biz sizə şərait yaradaraq ki, digər ziyarətçilərin suallarını aydınlıq gətirib cavablandırarsınız. Təşəkkür edirəm. Cabbar bəy, Buyurun. Aytek Qrup olaraq sizin server və storage sahəsində hər zaman həllər təklif etdiyinizi görmüşük. Doğrudur. Bu həllər nədən ibarətdir və alıcılar, müştərilər, sizə sorğu göndərənlər, sizdən xidmət almaq istəyənlər nələrə diqqət etməlidirlər? Server və storage həllərimiz, daha doğrusu onlar məlumat saxlama həlləri çox geniş kütlə müştərilərə lazımdır. Əsasən bu orta və böyük müştərilərə lazımdır. Hansı ki şirkətlərin daxilində böyük informasiya axını var. Nədən? Çünki bir çox vendor tərəfindən server və storage avadanlıqlar təklif edirik. Bundan əlavə olaraq avadanlığın özündən başqa həmin avadanlığın quraşdırılmasını və ayarlanmasını bizim tərəfdən, bizim mühəndislər tərəfindən həyata keçirilir. Çox vaxt bəzi müştərilər bax elə burada sıxıntı yaşayırlar. Əsas məsələ odur da, çünki avadanlığı almaq bir məsələdir, bunu düzgün quraşdırıb ayarlamaq ikinci məsələdir. Həmən də mən gəlirəm sizin açıqlamaya gəlmək istəyirəm ki, əsas aspektlərdən biri bunun qənaətdir. Soruşacaqsınız, niyə qənaət? Bahalı avadanlıqdır. Lakin düzgün qurulmuş infrastruktur gələcəkdə sizə qənaət eləməyə imkanlar verir. Niyə? Düzgün qurulmuş infrastruktura gələcəkdə çox az xidmət tələb olunur. Ona görə siz gələcəkdə öz xidmətlərinizi ekonom edirsiniz. Və sizin bu xidmətlərinizin hər hansı bir zaman öhdəliyi varmı? Şərti deyirəm, 1 il, 5 il, 10 il, bu necə həyata Qlobal olaraq keçirilir? avadanlığın, dəmir avadanlığın öz zəmanəti var. Ondan başqa şirkətimiz tərəfindən təmin olunan texniki dəstəyə müştəri ilə razılaşdırdığımız şərtlər üzrə 1 il, 3 il, 5 illik müddətlər olur. Fərqli şərtlərlə. 8-5 var, 7-24 xidmətimiz var. Cabbar bəy, başqa hansı qeydləriniz var? Sırf bu istiqamətdə sualınızı cavablandıraraq mən istəyərdim ən əsas 3 aspekti qeyd edeyim. Birinci o sürətdir, ikinci yəqin təhlükəsizlikdir, üçüncü də miqyaslanmadır. Bu çox önəmli məsələlərdir. Sürət nədən? Çünki bizdə lokal mühəndislər var, ofisimizdə işləyirlər və biz müştəriyə ən tez vaxtda ulaşıb problemi həll edə bilirik, quraşdırma həyata keçirə bilirik. İkinci məsələmiz təhlükəsizlikdir. Server storage-dən başqa biz həmçinin kiber təhlükəsizlik avadanlığının və proqram təminatının quraşdırmasını həyata keçiririk və bunun düzgün ayarlanmasını həyata keçiririk ki, sabah müştəri hər hansı bir problemsiz işinə davam edə bilsin. Üçüncü məsələ də ki, miqyaslanmadır. Bu nə üstünlükləri verir bizə? Sizə şirkət olaraq ehtiyac yoxdur birbaşa bahalı avadanlıq alasınız. Siz hal-hazırda ehtiyaclarınıza uyğun bir avadanlıq ala bilərsiniz. Gələcəkdə şirkətiniz və fəaliyyətiniz böyüdüyü halda artıq əlavə modullar əlavə edərək miqyaslana bilərsiniz, avadanlığınızı və həllərinizi artıra bilərsiniz. Və bir daha onun şahidi olduq ki, Aytek Qrup şirkəti sizi düşünür.